قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Mərhəmətli Allahın adıyla. Salam, hürmətli izləyicilər. Muxtəsər və faydalı təfsir proqramında xoş gördük sizləri. Ələq surəsinin tərcümə və təfsirini davam etdiririk. 5-ci hissə. Ümid edirik ki, dərsin sonunda aşağıda qeyd edilən suallara cavab tapa biləcəksiniz. Nəsfəən və nasiyə sözlərinin mənası nədir? Bu surədə kəlla sözünün təkrar işlədilməsində məqsəd nədir? 3. Ər-Rəhman surəsi nazil olduqda Əbdullah ibn Məsud və Əbu Cəhlin arasında nə baş vermişdir? Həzrəti Əli əleyhissalatu vəssalam elmin faydası haqqında nə buyurmuşdur? İmam Rızanın əleyhissalatu vəssalam buyurduğuna əsasən insanın Allaha ən yaxın olduğu halət hansıdır? Bizi izləməyə davam edin. Bismillahirrahmanirrahim. كلا لئن لم ينته لنسفعا بالناصية ناصية كاذبة خاطئة فليدع ناديه سندع الزبانية كلا لا تطعه واسجد واقترب. Xeyr, belə deyil. Əgər o pis əməllərinə son qoymasa, mütləq onun çəkilindən yapışıb çəkəcəyik. Yalançı, xətakar şəxsin çəkilindən qoy öz dəstəsini köməyə çağırsın. Biz də tezliklə cəhənnəm məmurlarını çağıracağıq. Xeyr, əslən ona tabe olma, Rəbbinə səcdə et və ona yaxınlaş. Nəsfən sözü feilidir. Onun sonunda təkid olaraq işlənən nun hərfi tənvin kimi yazılmışdır. Nəsfən sözü səfəə söz kökündən alınmışdır və tutmaq, şiddətlə çəkmək və üzə sillə vurmaq mənalarında işlədilir. Nasiyə başın qabaq hissəsindəki tük, çəkil mənasındadır. İnsanın çəkilindən tutub çəkmək, onu alçatmaq, təhqir etmək mənasını bildirir. Nadi sözü ümumi ya da əyləncə üçün nəzərdə tutulmuş məclis mənasını bildirir. Zəbaniyə sözü zəbinə sözünün cəm forması olub məmur mənasındadır. Bu kiçik surədə 3 dəfə kəlla sözü işlənmişdir. İzahı belədir. Əsassız, günəmli və yersiz düşüncələrdən çəkinmək lazımdır. Ər-Rəhman surəsi nazil olduqdan sonra Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm yaxınlarına dedi: sizlərdən hansınız bu surəni Qureyşin böyükləri üçün oxuya bilər? Ətrafdakılar bir qədər sükut etdilər. Çünki Qureyş böyüklərinin verdiyi əzab əziyyətlərdən xəbərdardılar. Əbdullah ibn Məsud ayağa qalxaraq dedi: ey Allahın Rəsuli, mən bu işin öhdəsindən gələrəm. Əbdullah ibn Məsud zəif cüssəli olmasına baxmayaraq surəni götürüb
Qureyş böyüklərinin yanına getdi. Onlar Kəbənin evinin ətrafında toplanmışdılar. Yaxınlaşan kimi surəni oxumağa başladı. Əbu Cəhl yerindən qalxıb ona bir sillə vurduğu ki, İbn Məsudun qulağından qan axmağa başladı. İbn Məsudu ağlamaq tutdu və bu vəziyyətdə Peyğəmbərin yanına qayıtdı. Peyğəmbər onu bu halda görüb çox narahat oldu. Kamil halda yerə oturdu və fikrə daladı. Elə bu zaman Cəbrail mələk sevincək nazil oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Ey Cəbrail, İbn Məsud ağlayarsa sən nəyə sevinirsən? Cəbrail əleyhissalam dedi: Tezliklə sevincəmin səbəbini biləcəksən. Bu hadisənin üstündən illər keçdi və Bədr döyüşündə müsəlmanların qələbəsi ilə tamam oldu. İbn Məsud ölülərin arasında gəzirdi ki, bu vaxt gözü Əbu Cəhlə sataşdı. O ömrünün son anlarını yaşayırdı və can verən halda isti qumlar üstə qalmışdı. Elə ki gözü İbn Məsuda sataşdı, dedi: Ey çarəsiz çoban, böyük mərtəbədə yer tutmusan özünə. İbn Məsud cavabında dedi: Əl-İslamu ya'lu və la yu'la. İslam dini üstündür və heç bir şey ondan üstün olmayacaqdır. Əbu Cəhl dedi: Dostum Məhəmmədə de ki, ona qarşı bəslədiyim kin heç kəsə bəsləməmişdim. Hətta hazırda ölüm anında belə ona qarşı düşmənçiliyim var. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm bu xəbəri eşitdikdə buyurdu: Mənim zamanımın fironları Musanın zamanının fironlarından daha pistir. Çünki Musanın zamanında olan firon ölən zaman dedi: Mən dediklərinə iman gətirdim. Bunlar isə ölüm anında da belə mənə qarşı qəlblərində olan kin, küdürət daha da çoxalır. Daha sonra Əbu Cəhl İbn Məsuda dedi: Mənim başımı bu qılıncla kəs, çünki o daha itidir. İbn Məsud onun başını bədənindən ayırdıqdan sonra kəkilindən tutub sürüyə-sürüyə Peyğəmbərin yanına gətirdi. Fəxri Razi təfsiri cildi 32 səhifə 23. Əbu Cəhlin kəkilindən tutub Peyğəmbərin hüzuruna gətirməsi hadisəsinin bu dünyada reallaşdırmasında bariz nümunədir. İmam Əli əleyhissalatu vesselam buyurur: Elmin səmərəsi bəndəlikdir. Bu surənin başlanğıcı oxumaq əmri və qələmlə öyrətməkdən, sonra isə səcdə və Allaha yaxınlaşmaqlıqdan ibarətdir. Yəni, faydalı elm bizi Allaha çatdıran elmidir. Baxmayaraq ki, Allaha yaxınlaşmağın yolu qürbət, yaxın olmaq qəsdi ilə yerinə yetirilən bütün işlərə şamildir. Lakin səcdə yaxınlaşmağın ən yaxşı yoludur. İmam Rıza aleyhissalatu vesselam Rəbbinə səcdə et və ona yaxınlaş ayəsinin istinadına
buyurur, insanın Allaha ən yaxın olduğu halı səcdə halıdır. Nur-i Səqələyn təfsiri sözü gedən ayənin izahında. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Ələq surəsinin təfsirini növbəti proqramımızda sona çatdıracağıq. Allah amanında qalın, sağ olasınız.